mürəkkəb adların yazılışı fərqli qaydalarla olur. Amma bunu çalışaq iki hissəyə bölək ki, yadımızda da qalsın. Elə mürəkkəb adlarımız var ki, onların tərkibinə daxil olan sözlərin hamısının birinci hərfi böyük yazılır. Sözlərin tərkibində, yəni birləşmənin tərkibində neçə dənə söz varsa, hamısının birinci hərfini böyüklə yazırıq. Bura yazıram, iki yerə bölürəm ki, yadımızda normal saxlayaq. Deməli, birinci qrupla başlayaq. Bizim birinci qrupumuza daxildir tərkibindəki sözlərin hamısının baş hərfi, birinci hərfi böyük yazılanlar, hamısının birinci hərfi böyük yazılanlar. Gəl baxaq. Baxaq, elə birinci ağlınıza nə gəlir? Öz adımız, soyadımız. İnsan adları və soyadları necə yazılır? Hamısının birinci hərfi böyük yazılır. Ona görə də alt, 1, 2. Yazırıq nə? İnsan, ad və soyadları. İnsan, ad və soyadları. Gəl baxaq, nümunələrə baxaq. Məsəl üçün, deyirəm ki, Süleyman Sani Axundov. Süleyman böyüklə. Sani də böyüklə. Axundov da böyüklə. Və yaxud Mirzə. Fətəli, Axundzadə. Bax, görürsən, bunun tərkibinə, bu kişinin adının tərkibinə 3 dənə ayrı-ayrı söz daxildir. Üçünü də nə eləmişəm? Birinci hərfini böyük yazmışam. Başa düşdük, birinci nədir? İnsan, ad və soyadlar. Sonra ikinci, kitabda yazılanları qruplaşdırmağa çalışıram ki, daha yaxşı yadınızda qalsın. Ölkələrin, muxtar respublikaların, birləşmiş, məsəl üçün, əmirliklərin adları. Bunun tərkibinə neçə dənə söz daxildirsə, hamısının birinci hərfini böyük yazarsan. Nə yazdıq? Qırmızı nə yazım? 1.3 deməli. Nə dedik? Respublika, yəni məsəl üçün Azərbaycan Respublikası. Respublika, nə bilim, birləşmiş əmirliklər. Birləşən əmirliklər. Nə bilim, ştatlar, əmirliklər. Ştatlar və muxtar vilayətlər. Məsəl üçün, Naxçıvan Muxtar Respublikası. Ştatlar, başqasını da yazmıram və s. Necə yazılır? Böyüklə yazılır. Məsəl üçün, deyirik ki, Naxçıvan. İndi muxtar necə yazacaq? Muxtar da böyüklə, düzdür? Muxtar. Sonra Respublikası. Gördün, tərkibinə daxil olan bütün sözlər neynədim? Böyüklə yazdım. İndi gəl bir dənə başqasını nümunə yazaq. Birləşmiş Ərəb Əmirlikləri. Birləşmiş Ərəb Əmirlikləri. Gördün, hamısını böyük yazdım. İndi baxaq görək, başqa hansı birləşmələrimiz var ki, onlara da daxil olan bütün sözləri biz böyük yazırıq. Dövlət orqanlarının, birliklərin, cəmiyyətlərin, akademiyanın, kollec, teatr, filarmoniya, siyasi partiyaların adları, yəni dövlət qurumlarının, hər hansı bir fəaliyyət göstərən dövlət qurumlarının adları necə yazılır? Hamısı böyüklə yazılır. 1.4. Qurumlar, partiyalar. Bir də dövlət, ruçka niyə əyri yazır bilmirəm. Dövlət partiya təhsil ocaqlarından akademiya ilə universitet böyük yazılır. Bu da iyi olmalıydı. Akademiya, bir də universitet böyük yazılır. Amma məsəl üçün, məktəb yazanda Natiq Süleymanov adına, nə bilim, tam orta məktəb görsən kiçik yazır. Amma akademiyanın universiteti tərkibinə daxil olan bütün sözlər böyük yazacaq. Məsəl üçün, dövlət qurumlarından birini deyək. Azərbaycan Respublikasının, uzun-uzadı olacaq biraz, Azərbaycan uzatmıram, Respublikasının, məsəl üçün, Milli Məclisi. Ruşka niyə əyri yazır bilmirəm. Ümumiyyətcə yazmır. Məclisi. Azərbaycan Respublikasının Milli Məclisi dövlət qurumunun adıdır. Nə etmək lazımdır? Tərkibinə daxil olan bütün sözləri böyüklə yazırıq. Azərbaycan Respublikasının Nazirlər Kabineti.
Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi hamısı necə yazır? Bütün daxil olanları böyük hərflə yazırıq. Niyə? Qurum adıdır. Aydındır. Partiya, Yeni Azərbaycan Partiyası. Necə yazacaq? Hamısı böyüklə. Yeni Azərbaycan Partiyası. Gördüyünüz üçün də böyüklə. Sonra universitet adları. Bakı Dövlət Universiteti. Özüm səhv edirəm. Bakı Dövlət Universiteti. Universiteti. Sonra, məsələn, Polis Akademiyası var. Azərbaycan Polis Akademiyası. Yenə hamısı necə yazar? Böyüklə. Azərbaycan Polis Akademiyası. Yenə böyüklə yazılır. Yadımızda qaldı mı? Bir dənə universitetlə akademiyanı böyük yazar. Yaxşı, məktəbdir, gimnaziyadır, kollecdir. Bunlar kiçiklə yazılacaqlar. Onu o tərəfdə deyəcəm. Deməli, bu 1.4. Sonra baxaq görək. 1.5. Tərkibində gün sözü olan bayramlar. Gün sözü olan bayramlar. Məsəl üçün, Beynəlxalq Qadınlar Günü. Hamısının böyüklə. Azərbaycan əlifba günü. Azərbaycan dili əlifba günü. Yoxsa beynəlxalq əlifba günü idi. Bayramlar. Tərkibində əgər hərflərlə yazılırsa bayramın adı və gün sözünü görürsənsə, deməli hamısı böyüklə yazılmalıdır. Məsələn, deyirəm ki, Milli Qurtuluş Günü. Milli Qurtuluş Günü daxil olmaqla böyüklə. Milli Qurtuluş Günü. Belə yazılır. Günü kiçik yazılmır. Yadımızda qaldı. Tərkibində günü olan əlamətlər, gün, hadisə, bayramlar necə yazılır? Böyüklə. Milli Qurtuluş Günü. Sonra bayaq nə dedik? Müstəqillik Günü. Müstəqillik günü. Bax, gününü də böyüklə yazıram. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin Milli Müdafiəsi günü var idi. Nə var idi? Nəsə elə bir şey var. Ya bayraq günü. Azərbaycan Respublikasının bayraq günü. Azərbaycan Respublikasının, uzatmıram, bayraq günü də daxil olmaqla böyüklə. Qabaqdan nə gəlir? Dünya Azərbaycanlılarının Milli Həmrəylik günü. Düzdür? Hamısı böyük. Dünya Azərbaycanlılarının Dünya Azərbaycanlılarının Milli Həmrəylik günü. Gördün, hamısını böyük yazdım. Yadımızda qaldı mı? Deməli, neçə dənəsini öyrəndik? İnsan ad və soyadları həmişə böyüklə yazılır. Bütün tərkib hissələri. Respublika, Birləşən Əmirliklər, ştatlar nədir? Böyük yazılır. Qurumlar, partiyalar, akademiya, universitet adları böyüklə yazılır. Tərkibində gün sözü olanlar həmişə nə edir? Böyüklə yazılır. Bu gün başqa nəsə qaldı mı? Bir də iki dənə bunların içində istisnaları var. Bunlarla baxıra saxladım. Bir dənə fəxri adlar deməmişdən qabaq dövlət vəzifələri. Dövlət vəzifələri yadımızda saxlayırıq. Həmişə kiçiklə yazılır. Bircə dənəsi böyüklə yazılır. O da sizcə kimdir? Prezident. Bir dənə prezidentin adını kiçik yazamarsınız. Qalan vitse-prezident daxil olmaqla, nazir daxil olmaqla hamısının adı kiçiklə yazılır. Necə yazılır? Gəl baxaq. Bunu istisna olaraq yazıram. Niyə istisnadır? Çünki əslində vəzifə adlarını bu tərəfdən yazacağım. Vəzifə adları kiçiklə yazılır. Azərbaycan böyük, Respublikasının böyük, məsəl üçün, baş böyük, nazir kiçik. Belə yazılmalıdır. Amma istisna olaraq Azərbaycan Respublikasının prezidenti hamısı böyüklə yazılır. Bizi tutarlar qəhvə balaca yazmayın. Azərbaycan Respublikasının bütün ruşqa məntəli edirik. Respublikasının prezidenti. Oy, özüm balaca yazdım. Nədir? Böyükdür. Prezidenti. Deməli, Azərbaycan Respublikasının prezidenti yeganə vəzifədir ki, Azərbaycan üzrə böyüklə yazılır. Qalan nazir olmur, kim olur olsun, hamısının vəzifəsi kiçiklə yazılır. Amma vəzifəni fərqləndirən söz böyüklə yazılır, onu bir tərəfdə deyəcəm. Bir də iki dənə əməkdar adlarımız var. Məsələn, fəxri adlar verirlər. Müəllim, ən yaxşı müəllim, əməkdar müəllim, xalq artisti, əməkdar artist, əməkdar incəsənət xadimi. Bu tipli sözlərdə o
vəzifə bildirən söz həmişə balaca ilə yazılır. Bu tərəfdə yenə deyirəm yazacağam. 2 dənə bizim tərtib olunmadığımız var ki, onlar həmişə böyüklə yazılır. Bunlar da şəhidlərə verilən adlardır. Ona görə kiçiklə yazmaq olmaz. Biri var ki, Azərbaycan Respublikasının milli qəhrəmanı ya da Azərbaycanın milli qəhrəmanı. Azərbaycanın milli qəhrəmanı. Yeganə tərtib olunan adlardan budur ki, hamısı böyüklə yazılır. Kimə verilir? Adətən şəhid olanlara verilir də bu status. Azərbaycan milli qəhrəmanı kiçiklə yazıla bilməz. Qəhrəmanı sən kiçiklə yaza bilmərsən. Bir də bizdən qabaq biz kimin tərkibində olmuşuq? Sovet İttifaqının da həmin o Sovet dövründə Vətən müharibəsində bizimkilər də iştirak edibdi. Və onlara da Sovet İttifaqı qəhrəmanı adları verib. İttifaqı qəhrəmanı. Yenə də həmin adlar kiçiklə yazıla bilməz. Deməli, bir dəfə yadımıza salırıq. Hamısı böyük yazılan mürəkkəb adlarımız hansı oldu? Özümüzün ad və soyadlarımız, respublika adları, nə bilim, Birləşmiş Ştatların adları, sonra qurumların, partiyaların, hər hansısa bir akademiyanın, universitetin adı həmişə böyüklə yazılır. Tərkibində gün sözü olan bayramlar, nə bilim, Beynəlxalq Qadınlar Günü, Əlifba günü, Milli Dirçəliş günü, nə bilim, Silahlı Qüvvələr günü. Bunlar hamısı necə yazılır? Böyüklə yazılmalı. Tərkibində gün sözünü görürsənsə, böyüklə yazarsan. Bir də böyüklə yazılan 2 dənə istisna vəzifəmiz var. Daha doğrusu bir dənə istisna vəzifəmiz var. Azərbaycan Respublikasının prezidenti vəzifəsi kiçiklə yazılmır. Bir də 2 dənə verilən milli qəhrəmanlara verilən adları böyüklə yazmaq lazımdır. Bunlar kiçiklə yazılmır. Azərbaycan milli qəhrəmanı, Sovet İttifaqı qəhrəmanı. İndi görəsiniz ki, digər vəzifələr və digər milli bu nədir? Bu verilən tərtibnamələrdə həmin adlar kiçiklə yazılacaq. İndi kiçiklə yazılanlara baxaq. Kiçiklə yazılanların birinci sözün birinci hərfi böyüklə yazılır, qalanları kiçik yazılır. Bura yazıram. Tərkibindəki birinci söz böyük yazılır, qalanları kiçik yazılır. Birinci söz böyük yazılanlar. Böyük yazılanlar. Bax, bayaqlar məsəl üçün deyirik Xəzər dənizi, düzdür? Elə oradan başlayaq. Tarixi hadisələr, yəni döyüşlərin adları. Tarixi hadisə, Quşqu Məndəliyə, tarixi hadisə, nə bilim, döyüş adları, dövr adları, dəniz, çay, göl, küçə, şəhər, rayon adları, dəniz, çay, göl, şəhər və s. Bu adların birinci hissəsini biz böyük yazırıq. Qalanını kiçik yazırıq. Məsəl üçün deyirəm ki, döyüş adları. İstənilən bir döyüş adı deyim. Mənim Xeyroneya döyüşü var. 838-ci il tarix oxuyanlarınız var mı bilmirəm. O vaxtdan buraya yadımda qalan tək döyüşdür. Xeyroneya döyüşü. Bax, qulaq as. Döyüşün adını böyük yazdım. İkinci hissəni kiçik yazdım. Gördün? Və yaxud da deyirik ki, Xəzər dənizi. Xəzəri böyük yazırsan, dənizi kiçik yazırsan. Və yaxud da bayaq küçə demişdik. İndi prospekt deyək. Azadlıq prospekti. Azadlıq prospekti. Gördün, necə yazdıq? Birinci tərəf böyük, qalanı kiçik. Deməli, sülalə adları da elə yazıla bilər. Burada yazmamışam. Ümumiyyətlə, çox mürəkkəb adlar. Birinci tərəfi böyük, qalanı kiçik yazılır. Sülalə adları. İstəndiniz bir tarixdən sülalə adı nə yadınızda qalıb? Abbasilər olsunlar. Abbasilər sülalə idi, bilmirəm. Xilafəti idi. Xilafət olsun. Abbasilər xilafəti. Necə yazdım? Abbasilər böyük, xilafət kiçik. Aydındır. Sonra gəldik bu vəzifəyə. Məsəl üçün o prezidentin adını yazmışdıq ki, o böyüklə yazılır, qalanları kiçik yazılır. Gəl baxaq vəzifələrə. Azərbaycan Respublikasında vəzifələr necə yazılır? Vəzifəni bildirən ad kiçiklə yazılır, qalanları böyüklə yazılır. Gəl baxaq. Deyirəm ki, Azərbaycan. Bunlar sizə əməli yazı yazanda lazım olacaq. Azərbaycan Respublikasının tutalım baş naziri. Azərbaycan Respublikasını sən kiçik yazanlarsan, ixtiyarın yoxdur. Baş sözü də böyüklə olmalıdır. Çünki onu fərqləndirici söz. Naziri kiçiklə yazarsan. Aydındır. Və yaxud baxaq. Azərbaycan Respublikasının birinci vitse-prezidenti birisi də Mehriban Əliyevadır. Azərbaycan Respublikasının birinci də böyükdür. Çünki onu fərqləndirən sözdür. Amma vəzifənin adı nədir? Vitse-prezident. Görsən balaca yazıram. Vitse-prezident.
prezidenti və yaxud da Azərbaycan Respublikasının Milli Məclisinin sədri. Necə yazarsınız? Azərbaycan böyük, Respublika böyük, Milli böyük, Məclis böyük, sədr kiçik. Deməli, vəzifənin adına qədər hamısı böyük olur. Vəzifənin öz yeri balaca ilə yazılır. Başa düşdük? Daha sonra dedik, dövlət rəmzlərinin adı burada yadımdan çıxır yaşıqlar. Dövlət rəmzlərinin adı da həmişə böyüklə yazılır. Qub tərəfdən yazaq. Dövlət rəmzlərinin adı həmişə böyüklə yazılmalıdır. Azərbaycan Respublikasının dövlət bayrağı, hamısı böyük. Azərbaycan Respublikasının dövlət himni, hamısı böyük. Azərbaycan Respublikasının dövlət geribi, hamısı böyüklə yazılır. Dövlət deməli rəmzləri necə yazılır? Hamısı böyüklə. Elə bir çətin dərs deyil, sadəcə biraz əzbərləməz. Dövlət rəmzləri hamısı böyük. Bir dənə də nümunə yazaq. Azərbaycan. Bizim dövlət rəmzlərimizi tanıyırsınız da yəqin ki. Bayraqdır, gerbdir, himndir. 3 dənədir. Necə yazırıq? Hamısı böyük. Azərbaycan Respublikasının himni yazaq da. Respublikasının dövlət himni. Bunu sən kiçik yaza bilmərsən. Dövlət rəmzimizdir. Bax, belə yazılır. Hamısı böyüklə yazılır. Daha sonra gəlir bizdə bu tarixi günlər, bayramlar rəqəmlə də yazılır da, düzdür? Məsəl üçün, Beynəlxalq Qadınlar Günü yerinə 8 mart da yaza bilir. Bəs o zaman necə olur? O zaman bax, bu formada olur. Bunu belə aşağı çəkeyim. Mart böyüklə yazılır. Sağ ol, mart böyüklə yazılacaq. Əgər vəzifələr, dövlət bayramları və xahiş oxlar, əgər tərkibində gün sözü yoxdursa, sən hər hansısa bir bayramın adını rəqəmlə yazırsansa və yaxud hamısını hərflə yazırsansa, bu zaman qayda dəyişir. 8 mart yazmaq istəyirsənsə, 8-i sən böyük yazanmarsan, düzdür? 8 axı rəqəmdir, bunun böyüyü kiçiyi yoxdur da, düzdür? 8 olduğu yerdə qalır, martı böyük yazırsan, əgər bayram günüdürsə. Və yaxud da 20 yanvar. 20-ni sən böyük yazanmarsan, axı o rəqəmdir, məcbursan da ondan sonra gələni böyük yazmağa. Amma sən 8-i hərflə yazırsansa, artıq sən böyük yaza bilərsən də, S hərfini böyük yaza bilirsən, düzdür? Onda belə yazasın, bax. 8, artıq böyük hərfi vermişəm. Martı kiçiklə. Diqqətli ol burada, çox salırlar bunu. Əgər dövlət bayramları rəqəmlə verilirsə, rəqəmi böyüklə yaza bilmədiyimizə görə rəqəmdən sonraki hərfi böyüklə yazırıq. Amma hamısını hərflə yazırsanız, axı sən hərfi böyük yaza bilərsən, onda elə birinci hərfi böyük yazırsan, martı da kiçik yazırsan. İndi 20 yanvar necə yazacaqsan? Hərflə. İ böyük, 20 yanvar. Başa düşdük? Burada yanvar ona görə böyükdür ki, 20 rəqəmdir, sən onu böyük yazanmırsan. Burada ona görə kiçikdir ki, artıq böyük rəqəmi, daha doğrusu böyük hərfi qabaqda yazmışıq. İkisini də böyüklə yazmaq olmaz. Tərkibində gün sözü varsa, onu hamısını böyüklə yazarsan. Bunların tərkibində gün sözü yoxdur, görsən? Gün sözü yoxdur deyə, yalnız birinci tərəfi böyük yazırıq. Və yaxud birinci tərəf rəqəmdən ibarət olun, ikinci tərəfi böyük yazırıq. Başa düşdük? Daha sonra, bayaqlar dedim, məktəb, gimnaziya, sonra kollec, bunların adları kiçiklə yazılır. Məsələn, buradan yazaq, nəyi dedik? Məktəb, gimnaziya, kollec, kollec. Sonra başqa nə var orada? Fakültə, şöbə sözləri, fakültə, şöbə sözləri kiçiklə yazılır. Məktəblərin adlarını yazmağıma ehtiyac var mı bilmirəm. Məsəl üçün, Natiq Süleymanov adına Natiq adam adıdır. Düzdür? Düzdür şəhidimizin adı. Natiq Süleymanov adına bax, Natiq Süleymanov adam adıdır deyə böyüklə yazılır. Amma qalan hamısı kiçik gedir. Düz məktəbə qədər. Tam, orta, məktəb. Görürsən, kiçik yazdım. Amma hansı təhsil ocaqları idi ki, böyüklə yazırdıq? Universitet, bir də akademiya. Universitet, akademiya böyüklə yazılır. Məktəb, kollec, bir də gimnaziyalar kiçiklə yazılır. Sonra fakültə. Tutalım deyirəm ki, Bakı Dövlət Universitetinin Filologiya fakültəsi. Nətər yazarsan? Bakı Dövlət Universitetinin, universitet dedik böyüklə yazılır da. Universitetinin nə fakültəsi? Filologiya. Filologiya fakültəsi, terminologiya şöbəsi.
Terminologiya şöbəsi yazaq. Terminologiya şöbəsi. Bax, buna bax. Şöbə sözünü kiçiklə yazdım. Amma şöbənin adını böyüklə yazmalıyam. Çünki o şöbəni fərqləndirən xüsusi isimdir. Şöbə, fakültə, nətər yazılacaq? Kiçiklə yazılacaq. Filologiya böyük, fakültə kiçiklə yazılmalıdır. Məsəl üçün, Bakı Dövlət Universitetinin Bakı olmasın, Lənkəran Dövlət Universiteti olsun. Lənkəran Dövlət Universitetinin, nə bilim, informatika fakültəsi. Yox. Universitetinin uzatmıram. Universitetinin tutalım ki, nə? Necə nə dedim? İnformatika ona görə böyükdür ki, fakültənin adıdır. Amma fakültə nə etməlidir? Kiçiklə yazılmalıdır. Bu da belə. Başqa, məsəl üçün, Sakit Okean, Xəzər dənizi, çay, göl, okean, dəniz, küçə, bunu yazmışdıq elə bir. Yoxsa yazmadıq. Çay, göl, şəhər, sülalə, okean da bura əlavə eləyək. Bunların birinci tərəfi böyük, prospekt ola bilər. İkinci tərəfi kiçik yazılır. Prospekta əlavə yazmıram. Məsəl üçün, Sakit Okean necə yazılır? Sakit böyük, okean kiçik. Başqa, dənizlərdən hansını tanıyırız? Qara dəniz. Necə yazılır? Qara böyük, dəniz kiçik. Çaylardan, Kür, çay necə yazılır? Kür böyük, çay kiçik. Və yaxud Araz çay necə yazılır? Araz böyük, Kür, çay kiçik. Daha sonra, fəxri adlar. Və yaxud burada fəxri adlarımızı yazdıq. Azərbaycan Milli Qəhrəman, Sovet İttifaqı qəhrəman. Bunlar bizim istisna fəxri adlarımızdır ki, hamısı böyüklə yazılır. Digər fəxri adlarda isə, uşaqlar, əsas hissəyə qədər, yəni son sözə qədər ən çox, hamısı böyüklə yazılacaq. Son söz kiçiklə yazılacaq. Yəni vəzifəni bildirən yer kiçiklə yazılacaq. Fəxri adlara baxaq. Tutalım inşallah ki, işləyərsiniz, sizə işinizdə fəxri ad verərlər. Və orada da məsələn, deyəcəklər ki, əməkdar müəllim. Tutalım bir məktəbin bir müəlliminə əməkdar müəllim adı verirlər. Bunu belə eləyim. Əməkdar müəllim necə yazılacaq? Azərbaycan. Azərbaycan həmişə böyükdür olsun. Respublikada həmişə böyükdür. Azərbaycan Respublikasının uzatmıram. Əməkdar da böyükdür, bəli. Bir dənə müəllim kiçikdir. Çünki vəzifədir, bəli. Amma Azərbaycan Respublikasının milli qəhrəman hamısı böyük, Sovet İttifaqı qəhrəman hamısı böyük. Niyə olar şəhidlərə verilən adlarda kiçiklə yazmırıq? Və yaxud da xalq artisti. Azərbaycan Respublikasının xalq artisti. Necə yazar? Azərbaycan, ay sağ ol. Qəşəng. Azərbaycan Respublikasının xalq da böyük, çünki onu fərqləndirir. Amma artist kiçik. Və yaxud Azərbaycan Respublikasının əməkdar rəssamı. Azərbaycan Respublikasının əməkdar üçü böyük, rəssam kiçik. Aydındır necə yazır. Daha sonra bizim dırnaqda yazılan, bunları xüsusi yazır. Bizim dırnaqda yazılan mürəkkəb adlarımız var. Dırnaqda. Hansı ki bunların əsas hissəsini dırnaqda veririk. İnanmarsınız, amma bunların içində kafe, restoran adları da var. Kafenin, restoranın adını da biz dırnaqda yazmalıyıq. Məsəl üçün, elit restoran deyilsə də, rayonda yəqin hamınız tanıyırsınız. Elit dırnaqda olmalıdır. Gəl baxaq görək nələri biz dırnaqda yazmalıyıq. Orden adını. Orden. Medal. Bədii əsər. Ədəbiyyatdan keçdiyiniz bədii əsərlər. Qəzet. Jurnal. Qəzet, jurnal, kinoteatr. Əsas məsələ. Mehmanxana. Mehmanxana. Sonra restoran, kafe adları. Uşaqlar həmişə dırnaqda yazılır, çaşmayın bunlarda. Restoran, kafe. Biri də var idi. Nəşriyyat adları. Bunlar dırnaqda yazılır. Gəl baxaq. Məsəl üçün, sən ədəbiyyatdan bir bədii əsər keçirsən. Axırıncı səfər, məsəl üçün, hansı əsər oxuyursunuz? Hansı yadınızdadır? Koroğlu ilə Bolu bəy. Olsun, biraz balaca oldu adı. Koroğlu ilə Bolu bəy dastanı. Bunu mən belə yazdımsa səhv yazdım. Nətər yazmalıydım? Ay, sağ ol. Özdə hansı hissəsini dırnaqda yazmalıyam? Koroğlu ilə Bolu bəy dastanı. Adının özəl hissəsini. Dastanın qolunun adı nədir? Daha doğrusu qolu olmalıdır. Bu dastan deyil. Koroğlu dastanının Koroğlu ilə Bolu bəy qolu. Qolu nə deməkdir? Yəni bir dənədən o. Ondan bir hadisədən bəhs edən hissəsi. Koroğlu ilə Bolu bəy. Bax, qolun adını neynədir? Dırnaqda yazdım. Və yaxud da Füzulinin söz qəzəli. Söz qəzəli. Necə yazım?
Dırnağa. Sözü dırnaqda yazıram. Qəzəlin ad hissəsi, yəni bədii əsər adı olduğuna görə bunu dırnaqda yazırıq. Daha sonra burada yazmışıq orden adı. Yaxşı xidmət edən əsgərlərə vətənə görə ordeni, nə bilim, medalları verirlər. Vətənə görə medalı. Vətənə görə. Medalın adı vətənə görədir. Ad qoyublar medala. Deməli, həmin adı nə etməliyik? Dırnaqda yazmalıyıq. Vətənə görə medalı. Gördün? Medalı yox ha, medalın ad hissəsini. Əsəri yox ha, əsərin ad hissəsini dırnaqda yazırıq. Və qəzet. Tutalım, hansı qəzeti yazaq? Azərbaycan qəzeti. Tutalım. Azərbaycan dırnaqda qəzeti. Jurnal adı yazaq. Molla Nəsrəddin jurnalı. Harasını? Ay, sağ ol. Molla Nəsrəddini biz dırnağa almalıyıq. Niyə? Jurnalın ad hissəsidir. Molla Nəsrəddin jurnalı. Və yaxud da yazıram ki, restoran adı, nəşriyyat adı. Görmüş olarsınız, qanun nəşriyyatı var. Kitabların çoxunu çapılıq edir. Qanun nəşriyyat. Açıq bir kitabın içini oxuyurlarmı ki, arxasında oxusunlar ki, hansı nəşriyyat çap edir. Qanun nəşriyyatı var. Görsəm, nəşriyyatın özünü yox. Ad hissəsini nədir? Dırnaqda yazdıq. Daha sonra restoran adı. Bir dənə restoran adı deyim. Məsəl üçün, Çinar kafesi. Çinar. Ay, sağ ol. Çinar kafesi. Nədir? Ya restoranı, heç bir fərqi yoxdur. Kafe də olar, restoran da olar. Burada nə edirik? Adının özə hissəsini dırnağa alır. Çətindirmi? Yox. Daha sonra, axırıncı, insan ad və soyadlarında bəzən şah, xanım, bəy, nə bilim, ağa sözləri, seyid sözləri işlənir. Bunu əslində məktəbdə də keçmişəm mən sizə. Əgər adamın adının qabağında şah, sultan, seyid, nə bilim, xanım, ağa sözləri gələrsə, adın qabağında sən kiçik yaza bilmərsən, böyük yazarsan. Bax, bu nə deməkdir? Tutalım, deyir ki, Şah Abbas. Şah Abbas. Bax, fikir ver. Əgər, burada titullar yazaq, şah, nə bilim, xanım, ağa. Sonra nə titullar var bizim dilimizdə? Şah, Abbas, xanım, sultan. Bəy də olar. Sultan, bəy. Bu kimi titullar. Adın qabağında gəlirsə, adın qabağında kiçik yazanlarsan, böyük yazarsan. Məsəl üçün, Ağa Səlim. Ağa Səlim. Adın qabağındadırsa, böyük nə yazılır? Addan sonra gəlirsə, kiçik yazılacaqsan. Şah Abbas böyük nə? Amma Abbas Şah desəm, deyirsən kiçik nə yazdım? Başa düşdük. Və yaxud da deyirəm ki, Ağa Səlim kiçik, daha doğrusu böyük, Səlim ağa kiçik nə? Əgər bu titul bildirən sözlər adın qabağındadırsa, böyük nə? Addan sonradırsa, kiçik nə yazılır? Məsəl üçün, burada var Seyid Əzim. Nətər yazım Seyid Əzim? Seyid də böyük, Əzim də böyük. Əzim. Sonra, məsəl üçün desəm ki, Hacı Qara. İkisi də böyük. Niyə? Titul adın qabağında gəlir. Hacı Qara. Daha sonra, Fətəli xan Xoyski. Nətər yazım? Fətəli böyük nə? Xan kiçik nə olar da? Ay, sağ ol. Fətəli böyük, xan kiçik, Xoyski də böyük. Bu xan niyə kiçik yazıldı? Addan sonra gəlibdir. Sonra, Nəcəf bəy Vəzirov. Nəcəf bəy kiçik, bəli. Vəzirov da böyük. Bu bəy niyə kiçik oldu? Addan sonra gəldi. Amma desəm ki, tutalım, Sultan Süleyman. Sultan da böyük, Süleyman da böyük. Niyə? Adın qarşısında gəldiyinə görə. Fatma xanım Kərbəlayı. Xanım kiçik nə? Fatma, sağ ol, böyük. Xanım kiçik. Kərbəlayı yenə böyük. Kərbəlayı ona görə böyükdür ki, bu familiyadır, təxəllüsdür. Sonra başqa nə deyə bilərik? Şeyx Nəsrullah. Şeyx də böyük, Nəsrullah da böyük. Niyə? Nəsrullah, bəli, addan əvvəl gəlir. Çətindir? Yox. Bununla da qutardı. Bunlar yazılışı. Evdə qəşəng gedib oxuyursunuz, əzbərləyirsiniz, gəlirsiniz. 20